Herkese salam dostlar, çaylarınızı hazırlayın çünkü bugün çok maraqlı bir mövzudan danışacağım. Təhsil ve iş arasında necə balans mümkün olduğundan. Bilirəm ki, çox insan bu məsələyə aydınlıq gətirmək istəyir. Çünki həqiqətən çox çətin olur və hər şey bir-birinə qarışır. Özünüzə vaxt ayırmağa çatdırmırsınız və s. Mənim də hal-hazırda universitetdə dərslərim var və SMM sayəsində iş axtarışındayam və həqiqətən çətin olur, amma mən bunları necə idarə edirəm, necə aralarında balans quram, mən sizə başa salacağım və deyəcəm. Prioritetləri necə müəyyənləşdirirəm? Prioritet qurmaq çox vacibdir. Məsələn, əgər mənim bir yaxın zamanda imtahanım varsa, mən ön planda dərslərimi tuturam. Hər zaman da ki, iş tapşırıqları olur, onları dərsdən öncə eləməli oluram. Olsun, nə bilim, post hazırlamaq və ya müştəriyə təklif göndərmək və ya kontent düzəltmək və s. Bəzən iş mənim üçün daha önəmli olur, bəzən isə dərslər. Ona görə də bunu anlayışla və əhəmiyyətinə görə yerləşdirmək lazımdır. Vaxtı necə idarə edirəm? Vaxtı idarə etmək üçün planlaşdırma çox vacibdir. Mənim həyatımda planlaşdırma olması mənim günüm çox boş və qarmaqarışıq keçir. Nə dərslərimi, nə də işimi çatdıra bilmirəm. Ona görə də mən hər gün əvvəlliyi, hər səhər mən özümə bir plan quram və sonra o planla hərəkət edirəm. Onun üçün də mən bir planer işlədirəm. Belə bir planerdir. Təzə almışam. Amma siz planer işlətmək istəmirsinizsə, Todoist deyə bir tətbiq var, onu yükləyib və işlədə bilərsiniz. Yəni çox rahat, çox kömək olur. Və hər şey göz qabağında olur. Yəni, tövsiyə edirəm. Bir şey də var ki, vaxtı düzgün bölüşdürmək lazımdır. Həm işə, həm də dərsə vaxt ayırmağa çalışıram. Dostlar, mən də getdim özümə çay gətirdim və konfet gətirdim. Ona görə davam edə bilərik. Fasilələr və istirahətlər. Bəzən çox işləri və fasilə vermək çox önəmlidir. Mənim üçün ən yaxşı üsul Pomodoro texnikasıdır. 25 dəqiqə işləri və 5 dəqiqə fasilə. Və yaxud 50 dəqiqə işləri, 10 dəqiqə fasilə və o fasilə zamanları mən gedib özümə çay süzürəm, yəni çay içirəm və ya hava alıram ya da sadəcə biraz uzanıb dincəlirəm. Bu həm beynimi, həm də bədənimi yeniləyir. Həftədə bir dəfə isə tamamilə özüm üçün istirahət günü edirəm ki, beynim tam boşalsın. Bu çox faydalıdır və həqiqətən çox kömək olur. Özümü necə təşkil edirəm? Nə çay içim? Özümü təşkil etmək hər şeyin yolunda getməsi üçün əsas amildir. Mən hər gün əvvəlində dediyim kimi mən planımı yazıram və bu siyahı ilə hərəkət edirəm. Həmçinin mən mütəmadi olaraq məqsədlərimi nəzərdən keçirdirəm. Həftəlik və aylıq məqsədlər qoyuram ki, bu mənim sürətlə yüksəlişmə və irəliləyişmə kömək olur və hər bir şeyi yerinə yetirdikdən sonra mən özümü mükafatlandırıram. Bu da mənim motivasiyamı daha qaldırır və beləliklə mən bütün məqsədlərimi yerinə yetirirəm. Gördüyünüz kimi təhsil və iş arasında balans qurmaq o qədər də çətin deyil. Sadəcə prioritetləri müəyyən etmək, vaxtınızı düzgün idarə etmək və fasilələr çox vacibdir. Əgər videomu bəyəndiyseniz like qoymağı, abunə olmağı unutmayın. Görüşənədək.